Salam əziz dördüncülər, hörmətli valideynlər. 4-cü sinif riyaziyyat dərsindən izahlarımız davam edir. Mövzumuz tənlik qurmaqla məsələ həllidir. Keçən dərs biz şəkil çəkməklə məsələ həlli üsulunu izah elədik. Keçən video izahda tənlik qurmaqla məsələ həlli üsullarında yenə də, yəni hər bir məsələnin həllində olduğu kimi birinci növbədə şərti oxuyub anlamaq, məsələni oxuyub anlamadır. Ondan sonra da bizdən soruşulan, yəni məsələnin şərtində bizim üçün məhsul olan, yəni bizdən soruşulur və bunu bir məhsul, bir dəyişənlə, bir hərflə işarə etmiş olur. Əsasən də bilirsiniz ki, x ilə işarə olunmuş olur və buna görə də biz məsələni həll etmiş olarıq. Sizin kitabınızda nümunə göstərilib, yəni o nümunəyə də istəsəniz baxarsınız, nümunənin həlli də verilib. Mən isə birbaşa, yəni 3 məsələ var, bu 3 məsələni həll etmiş olacağam. Birinci məsələdən başlayırıq, oxuyaq görək məsələdə nə yazır. Yazır ki, xalçanın uzunluğu 4 metrə bərabərdir. Anar xalçanın enini ölçüb sahəsinin 8 kvadrat metr olduğunu hesabladı. Xalçanın eni nə qədərdir? Uşaqlar, xalçanın sahəsini tapmaq üçün enini uzunluğuna vururuq. Biz uzunluğun bilirik. Uzunluq 4 metrdir. Enini isə bilmirik. Bilmədiyimiz bizim üçün məhsuldur. Zaten də bizdən xalçanın enini soruşur. Soruşulan məhsul. Bunu x ilə işarə edirik. Sahəsi də tapmaq üçün nə edirik? Əlbəttə ki, sahəni tapmaq üçün uzunluğunu eninə vurmuş olaraq. Və sahəsi də nəyə bərabərdir? 8 kvadrat metrə bərabərdir. Yazırıq ki, 8 etmiş olar kvadrat metri yazmır. 4'ü x-ə vururuq, bərabər 8. Məhsul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölürük. X də bərabərdir 2 etmiş olacaq. Keçirik növbəti tapşırığa. 2-yə. Yazır ki, Rasim, yəni burada cavabı tapdıqda elədir neçə? 2 metr. Burada metrlə getdiyinə görə yazır cavab xalçanın eni 2 metrdir. Yazır ki, Rasim nədir? Rəsm müsabiqəsi üçün alınan bütün rəngli karandaşlar 30 şagird arasında bərabər paylandı. Hər şagirdə 3 karandaş düşdü. Müsabiqə üçün neçə rəngli karandaş alınmışdı? Alınan karandaşların sayı yazırıq. Alınan nə yazım? Bunun 2 dəfə alınan karandaş sayı bilmirikdə x götürürük. Və bu x-i şagirdlərin arasında bölmüş olarıq. Şagird sayı yazırıq. Şagird sayı. Planımızı qururuq. Yəni ki, 30'dur. Neçə uşaq arasında? 30 şagird arasında bölünüb 30. Və hər şagirdə düşən, hər şagirdə çatan karandaş da onu yazmırıq. Siz yazarsınız. Bu da neçə oldu? 3 olmuş oldu. Onda biz əgər paylayırıqsa bölürük deməli. X dənə karandaşdır. Bunu 30 şagirdə bölmüş olduq. Hərəsinə neçə düşdü? 3 düşmüş oldu. Buradan da x bölünəni tapmaq üçün məhsul bölünəni neyinirik? Qisməti bölənə vururuq. X də bərabərdir. 3'ü 30'a vursaq 90 etmiş olacaq. Deməli tapdıq ki, müsabiqə üçün neçə rəngli karandaş alınmışdı? 90 rəngli karandaş alınmışdı. Növbəti 3-cü tapşırığa baxırıq. Yazır ki, Samirin anası 2 10 manatlıq və 1 5 manatlıq pul ödəyib bir neçə kitab aldı. Hər kitabın qiyməti 5 manat olarsa o neçə kitab aldı? Bunun üçün yazırıq. Alınan kitab sayı bizə məlum deyil. Alınan kitab sayı. Bilmirik deyə bunu x götürürük. Bizdən soruşulandı zaten. Hər kitabın qiyməti, yəni kitabın qiyməti yazırıq. Eyni qiymətdir. 5 manat yazırıq. Planımızı qururuq. Və ödənilən pul
ödənilən pul. Pullar hansılardır? Deməli 2 dənə 10 manat 10 manat ödəyib, bir dənə də 10 manat ödəyib və bir dənə də 5 manatlıq ödəyib. Bir dənə də 5 manatlıq ödəmişdir. Bunu da bildik. Və ümumilikdə ödənilən pul 10, 10, 25 etmiş olur. Deməli, kitabın sayını, yəni biz bunu bilirik ki, miqdarı qiymətə vursaq bərabər olacaq ödənilən pula. Miqdar neçədir? X-dir. Qiymət 5-dir. Bərabərdir. Verilən pulda bunları hesablayanda 10 manat, 10 manat, 20, o da 5, 25 manat. Yazırıq bura 25. Buradan da X bərabərdir. Hasili məlum vuruq 5-ə bölsək. X də bərabərdir. Etmiş olacaq 5. Deməli, alınan kitab sayı da 5-ə bərabərdir. 5 kitab almışdır. Bu qədər. Növbəti video izahda artıq biz cədvəl qurmaq və qanuna uyğunluq tapmaqla məsələ həlli üsulundan danışmış olarıq. Hələlik sağ olun.